200 qram 64% sulfat məhlulu üzərinə 200 qram 91% sulfat məhlulu əlavə edilmişdir. Alınan məhlulda neçə su molekulu olar? 200 qram 64%, 200-ün 64%-ni tapırıq. Bu eləyəcək 128 qram. Bura yazıram. H2SO4 200-ün 64% eləyir 128 qram. Üzərinə 200 qram 91%. Üzərinə gəlirəm. Deməli, yenə də H2SO4 gəlib. Nə qədər H2SO4 gəlib? Onun üzərinə 200 qram 91%, o da eləyir 192. Üstə gələk 192. Deməli, 128 qram sulfat turşusu var idi, 200-ün 64% yazıb. Yəni, bunun içərisində sudan sulfatın qarışığıdır. Onun da 64% 200-ün içində sulfatdır, yəni 128 qramı qalanı sudur. Sonra o birinin də içərisində 200 qram 91%-li, o da 192 qram H2SO4-dür. Alınan məhlulda neçə su molekulu? Hə, bizdən su molekulu istəyir. Elə bildim qarışdırıblar, təzə qatıq istəyir, su molekulu istəyir. Elə bax, 200-ün 128 qramı sulfatdırsa, yerdə qalanı nə qədər qalır? 72 qramı eləyəcək su. Sonra o birinə gələm. 200-ün 192 qramı sulfatdırsa, yerdə qalır neçə? 8 qram qalır. Baxaq görək. 192. Ya da 8 qram qalır. 8 qram su. 8 qram su qalır. Başlayırıq bunu hesablamağa. Düzdür. 182 eləyir. 182 18 qram. Deməli, 72 qram var idi. 72 qram var idi. Üzərinə də 18 qram gəldi. Eləyəcək 90 qram. 90 qram da bilmirəm. Neçə molekul deməkdir. Onu bilirəm ki, 18 qram görsən kütləvi verib. 1 molekuldur, amma 90 qram neçə molekuldur? Oradan da alacam 5 dəfə eləyir də. 5 mol eləyir. 5 molda nə qədər? Neçə yana eləyir? 6%-ni vurursan 5-ə. 5-ə. O da 30,1 vuraq 10,23 və ya 3,1 vuraq 10,24. A variantı. Yenə deyirəm. Hər birində ayrı-ayrı suyu tapdım. 200-ün 64% sulfatdır. Yəni 128 qramı. O 200 qram məhlul. Onun 128 qramı sulfatdırsa, yerdə qalan su olacaq. 200-dən də 128-i çıxanda eləyəcək neçə? 72. 72 qram su burada var. İndi gəlirəm 200-ün 91%. Yəni 200-dən də 91%-ni tapıram, bu eləyir 182. 200-dən də 182-ni çıxıram, eləyir 18. Bunların ikisini toplayanda eləyəcək 90. 18 qram su 1 moldursa 90 qram su neçə mol eləyir? O da 5 mol eləyir. Cavab A variantı. Niyə? 30,1 eləyir. Onu da 3,1 vuraq 10,24 kimi yaza bilərik də. 1 onluq verə bilərik. 81-82. Deməli 10 qram X-dir. 10 qram X tuzudur. 10 qram X tuzudur. Onun üzərinə 40 qram H2O əlavə eləyəndə neçə faizi məhlul alınır ona baxaq. 10 qram X üzərinə də 40 qram H2O əlavə olunur. Deməli, burada biz faizi tapsaq, onu bölürəm 10 plus 40-a. Nə qədər elədi? 50. Bu da eləyəcək. Birinci 10 bölək 40. Buradan faiz tapmalıyıq. Faizi tapmaq üçün maddə bölək M məhlul olmalıdır. 10 qram duzumdur, 40 qram da suyum. Cəmi qarışdırdım, oldu 50 qram məhlul. 10 qram duz əlavə olunur, deməli suya aldığım 50 qram məhlul. Bir də faizlə qatılığını necə tapırıq? Maddə bölək məhlul. Yəni 10 bölək 50 vuraq 100. Buradan da taparıq ki, bu eləyir 5-də 1, 5-də 1 də 20%. Yəni birinci üçün cavabı aldım 20%. İndi ikinciyə baxıram. 20 qram mənim duzumdur. 20 bölək deməli bütün bu məhlulun cəmi. Yəni maddə bölək məhlul. Maddəm 20 qramdır.
Məhlulun da 20 bölək 20 plus 80 100 qramdır. Yenə də bunları ixtisar eləsək 5-də 5-də 1 qalır burada, 5-də 1. O da 20% eləyir. Təzədən gəldim 3-cü qaba. 80 qram mənim duzumdur, 320 qram suyumdur. 320 üstə gələk 80 elədi 400. Deməli 80 ilə 400 ixtisar etsəm yenə də 5-də 1 qalır. Yəni nəyi müşahidə elədik? Gördüyümüz ki, burada faizi dəyişmədi. Hamısında 20%, 20%, 20% aldıq. Onda məhluldan asılı deyil burada. Hamısında da 20% alınır. Yəni burada asıl deyil kimi qrafiki götürəcəyik. Onda da Y variantı uyğun gəlir. Sadəcə olaraq uşaqlar nə edirik? Maddə bölək məhlul düsturundan istifadə etməklə yazırıq. Bir-bir müqayisə edirsiniz. Görək artma mı var, azalma mı var, yoxsa sabitdir, dəyişməyib. Yəni o formadadır. O birini bir baxın görün. Özünüz edə bilərsinizmi? Nə alarsınız eləsəz? Bir baxın özünüz bir dəqiqə. Yəni 81 elədikdə 82 də onun əsasındadır. Vaqifdən izah elə görüm necə eləyək? Birinci Vaqiflisin, olmasa sən deyərsən. İzah elə görüm necə Hələ eləyək? fikirləşdirəm müəllim. Yuxarıda necə elədik? Mənə dinən görüm. Yuxarıda necə elədik? Mənə izah elə, necə başa saldım? Necə dəyişdi? Artdı mı, azaldı mı? Azaldı. Azalma qrafiki hansıdır? Kəlbətinlə alıram sözü. B'dən Hə, Allah'a şükür. Belə kəlbətinlə çıxardım. Bir-bir deyirəm, bir-bir. Deyirəm ki, burada getdikcə faiz azalır. Ona görə də azalma qrafiki uyğun gələcək ona. Kütlə payı getdikcə azalır. Kim başa düşmədi bunu? Mən biraz sualı izah eləyəndə çətinlik çəkirəm. Hə, heç nə olmaz. Əsas sənin başa düşməyindir. Keçək burada. 83-də deyir 20 dərəcədə Y-ın həll olma əmsalı X-dir. 85-86. Aha, o arda deyərəm. Deməli 20 dərəcədə Y-ın həll olma əmsalı X-dir. 20 dərəcədə doymuş məhlulda Y-ın kütlə payı omeqadır. Mənə deyir ki, omega ilə işarə olunur. Deyir ki, omeqanı tapın. Uşaqlar, həll olma əmsalı Y-dir. Həll olma əmsalı nə idi? Denən görüm, Əlikiram, həll olma əmsalı nədir? Həll olma əmsalı deyəndə nə başa düşürsünüz? Nəyə nisbət idi? Yadımıza salaq. Maddənin kütləsinin həlledicisinin həcminə olan nisbətidir. Bir dənə suda həll olan maddənin kütləsinin suyun kütləsinə olan nisbət kimi götürə bilərik. Dediyim kimi, çünki orada rho bərabərdir 1, orada m bərabərdir rho v ifadəsinə əsasən biz bunu deməli belə götürə bilərik. İndi bizim həll olma əmsalımız x-dir. Həll olma əmsalımız bizə x verilib. X verilibsə, deməli, həll olma əmsalı məsəl üçün bizə 250 veriləndə 250 qram bölünmüş litr necə eləyirdik? Deyirdik ki, 1 litr suda 250 qram maddə həll olur. Düzdür? Onda deyirdim ki, məhlulum mənim 1250-dir. Duzum da ki 250-dir. Nümunə deyirəm. Burada indi x-dən y-dən verilib deyə çaşırsınız. Duzum 250-dir. Suyum 1000-dir. Məhlul olacaq 1250, duzda olacaq 250. 250-nin 1250-yə nisbəti 5-də 1 tapırdıq ki 20%. Yəni orada qram bölünmüş litr görməyin. O deməkdir ki 1 litr suda 250 qram maddə həll olur. 1 litr su 1000 millilitrdir və suda dediyim kimi həcmdən kütlə bərabərdir. 1000 millilitri 1000 qrama bərabər kimi götürə bilərik. Və ona görə də biz nə vaxt burada 250 qram bölünmüş litr görürüksə, deməli məhlulun kütləsi olacaq 1250, duzum da 250. Bu cür hesablaya biləcəyik. İndi bizə x verib. X qram bölünmüş litr. X qram bölünmüş litr nə deməkdir? Yəni x qram duz 1000 qram suda həll olub. X qram duz 1000 qram suda həll olub. Deməli mənim məhlulum 1000 üstə gələk x-dir. Duzum da ki x-dir. Onda həll olma, daha doğrusu kütlə payını necə tapıram? X bölək 1000 üstə gələk x vuraq 100. Yəni bu cür o ifadəni taparaq, o da 100x bölək 1000 üstə gələk x. Burada B variantı uyğun gələcək. Başa düşdünüz uşaqlar? Kim başa düşmədi? Bir də izah edeyim. İzahı da olsa bir də izah edebilirsiniz. Yaxşı.
İndi sən mənə denən, mən deyim, sən də mənə denən görüm. Bax, mən verirəm, məsələn, 200 qram bölünmüş litrdir mənim həll olma əmsalım KH. Sən necə hesablayarsan omeqanı? KH-dan omeqaya keçidi öyrətmişəm. Necə hesablayarsan? KH-dan omeqaya keçidi öyrətmişəm. Necə hesablayarsan belə Fatimə? Denən görüm, əgər KH bərabər 200 qram bölünmüş litr veribsə, necə taparsan? KH bölünsün. KH üzərinsin 1000. Burası 100'dür. Yəni, burada necə eləyəcəyik? Ha, burada da həmişə yerinə x qoyuyoruz. X burası 100 Yəni- bölünsün. Yəni biz burada necə eləyəcəyik? Biz burada eləyəcəyik 200 bölək. 200 bölək. İndi təqribi cavab çıxacaq. Ehtiyac yoxdur, əsas yolunu bilək də. 200 bölək, 200 qram mənim maddəm 1 litr suda həll oldu deməkdir. 200 bölək 1200 vuraq 100. Bax, belə tapacaqsan. K-da H-dan omeqaya keçəndə. 200 bölək 1200 vuraq 100. Aydındır? Burada da 100-də 100 ixtisar gedər, nəysə belə bir cavab alacaqsan da. Yəni deməyim nədədir? Əsas odur ki, bilərsiniz 1 litr suda 200 qram maddə həll olur deməkdir. Bunu bilirsiniz də yəqin ki, 1000 millilitr deməkdir. 1000 millilitrdə 1000 qram kimi götürürük suda. İndi gəlirik bura. Burada da deyir ki, həll olma əmsalı x-dır. Nə deməkdir? X qram bölünmüş litrdir veribsə həll olma əmsalını. Nə deməkdir bu? Deməkdir ki, x qram duz 1000 millilitr, yəni 1 litr suda, yəni 1000 millilitr suda və ya 1000 qram suda həll olub deməkdir. X qram duzum var. Məhlulum nə qədərdir? Bax, bu M maddə x qramdır. Məhlulum nə qədərdir? M məhlul. X qram duz üstə gələk 1000 qram su. Bu da eləyəcək x üstə gələk 1000. İndi omeqanı necə tapıram? X bölək üstə gələk 1000 vuraq 100. Bu ifadəni tapırıq, onda da B variantı uyğun gələcək. Aydın oldu? Bəli, mənim 10 ilə 84-də də həmin şeyi omega ilə izləyəcəkdir. Həmin cüsürü omega tapacaq. Ha, indi kütlə payı veribdir. İkincidə x istəyir. Onda da, məsəl üçün, omega faiz nə deməkdir? Y-ın kütlə payı omega faizdir. Hə. İndi burada faiz verib x-i tapmalısınız. Bir dənə çalışın görək necə eləyərsiniz. Deməli uşaqlar, burada verir 20 dərəcədə doymuş məhlulda Y-ın kütlə payı. Y-ın kütlə payı omega faizdir. Yəni burada isə x da bunun həll olma əmsalıdır. X qram bölünmüş litr deməkdir də. X qram bölünmüş litr nə deməkdir? Yəni x qram duz 1000 qram suda həll olur. 1000 qram suda həll olur. Aydın məsələdir yəqin ki. X qram duz 1000 qram suda həll olur. Məhlulum nə qədər eləyib? X üstə gələk 1000 bir yerdə məhlulumdur. X üstə gələk 1000 mənim məhlulumdur. Bu eləyir 100%. Çünki bütün məhlul 100%də qarışdırılıb. Amma burada x qram duz isə omega faizdir. Məsələn, bu hərflərlə qarışdırırsınızsa deyirəm. İndi məsələn bizə veribdir. Həll olma əmsalı bunun 250 qram bölünmüş litrdir. Qram bölünmüş litrdir. Yox, nə istəyir bizə? Yox, həll olma əmsalını istəyir əstəğfurullah. Onu bu silək həll olma, tərsini istəyir axı bizdən. Həll olma əmsalını istəyir. İndi tutaq ki, verib 50 qram, yox, 50 faizli məhlul və məhlulum da 200 qramdır. İndi burada K-nı necə tapırıq? 200-ün 50 faizini taparsınız. Bu sənin eləyəcək duzun. Sonra, yəni 100 qram sənin duzun var. Və bilirsən ki, sənin bu 200 qram məhlulun içərisində 100 qram duzun var, 100 qram da suyun var. Heç nə. Burada indi K-nı necə taparsan X-i tapmaq üçün? Yəni K deyək də, KH-ı tapmaq üçün. 1000-i bölürəm. 1000 nə edir? 100 qram suyu bölürəm. 100 qram maddəni bölürəm 100 qram suya. İndi burada sadəcə olaraq rəqəmlərdən verib deyə, siz həmişə onu çaşdırırsınız. Rəqəmdən hərfə keçən kimi aləm dəyər bir-birinə.
Aləm dəyəri birinə rəqəmdən hərfə keçəndə. Baxın, həll olma əmsalı x qram bölünmüş litrdir, dediyim kimi. Deməli, x qram duz 1000 qram suda həll olub. Məhlulum x-dan 1000-in cəminə bərabərdir. Bütün məhlulum 1000 qram su, x qram duz. Və bütün məhlul neçə faiz olur? Hamısı bir yerdə, 100%. X üstə gələk 1100%dirsə, onun içərisində baba bu x qram duz da omega faizdir də. Məsələn, yenə də deyirəm, 100 qram 20% deyirsənsə, 100-ün 20% duzdur. Həmin o faiz içərisindəki duza aiddir. Yəni, içərisindəki x qram duz omega faizdir. Oradan fırladıb tapacaqsınız. Onda da D variantı alınacaq. Yox, Əlikirəm, o üsul qəbul olunmur. Açıq olsa niyə qəbul olmasın? Yo. O qəbul olunmur. Çünki orada alt üst bu məsələni verməyəcəklər sənə. Ki, yuxarıdakına bax, aşağıdakını işlə. Əsas mənasını dərk eləməkdir. Bax, x qram bölünmüş litr verilibsə, bunun həll olunma əmsalı. Deməli, x qram duz 1000 qram suda həll olub. Mənim məhlulum bunların cəmidir. Bu da 100%-dir də. Bütün məhlul 100%-dir. Bunun içərisində olan x qram duz özü də omega faizdir. Məsələn, demirsən, 20 qram 100%dir. Bu 20 məsəl üçün 50 qram deyək ki 20%dir. Bu 20% onun içərisində duza aiddir. 50 qramın 20%-ni tapırsınız. Tutaq ki, bu edir 10 qram. Düzdür? Deməli, bu duzun içərisində 20%, yəni 10 qram duz var. O bütün o faiz içərisindəki duza aiddir. X qram duz da omega faizdir. Buradan da gedib tapacaqsınız. Tapanda görəcəksiniz ki, D variantı uyğun gəlir. Vaqif, başa düşdün? Bəli, indi başa düşdüm. İndi gəldik nəyə? 85-86 dediniz. 24 qram kükürdün 200 milli benzolda həll edilməsindən alınan məhlulun kütlə payını tapın. 24 qram kükürdür bizdə. Yəni, maddəmiz kükürd verilib. Sonra həll edicimiz də benzoldur. 200 deməli millidir. Sıxlığını da verib 0,88. Bu həll edicinin kütləsini tapmaq üçün M həll edici yazaq. Bərabərdir rho V düsturundan istifadə edirəm. V 200-dür. Rho da ki 0,88. 0,88-i 200-ə vuraram. Buradan alacağım neçə? 0,88 vuraq. 200 eləcək 176. Deməli, həll edicim nə qədərdir? Həll edicim, həll edici. Bax, benzolun içərisində kükürt həll olur. Baba, bu həll ediciyə aiddir. Məhlul demir, Həll edicim 176-dır. Həll olanım içərisində həll olanım 24-dür. İndi omega necə taparam? Maddə, M maddə bölə M məhlul. Maddəm 24-dür, bölərəm 176 ilə 24-ün cəminə. Yəni 200-ə vuraram 100-ə. Buradan da alınacaq cavab 12%. Aydın oldu. Orada verilən həll edicidir. Həll edici. Sonra məhlulda tapmaq üçün o 24-dən həll edicini toplayacaq. 88. Dinən görüm həcm nəyə bərabərdir? 528-ə. 528 nə verib burada? 600. Sıxlıq nə qədərdir? Oxu da 0,88. Deməli, kütlə nəyə bərabər olacaq? Hə? 528-ə. Bəli, 528. Bu sənin... Mən bu bayaq onu deyirdim. Sağ ol. Bu sənin kütlə. Nəyin kütləsidir? Bəli. Həll edici. Kükürdə atmışam benzolun içərisinə. Bunu həll eləməyə çalışıram. Bu həll edicinin kütləsidir. Bəs burada kükürdün özünün kütləsi də var. Bu maddədir. Deməli, M maddə 22 qramdır. M həll edici də neçə qramdır? 528. Deməli, məhlul nə qədərdir burada? Məhlul maddə ilə evdə şirin çay hazırlamırsınız. Onun içərisinə tökürsən pesok, bir də onun içində həll elədiyin su, çay. Bax, o bir yerdə məhlul adlanır da. Burada da maddəm 22-dir.
Həlledicimdə 528. Çünki deyir həlledicinin həcmi, həlledicinin 0,88. Həlledici deməsə də mən yuxarıdakında dedim ki, benzol həlledici olaraq götürülür də. Orada 22 qram kükürt də maddə eləyəcək. 22 ilə 528-in cəmi nə qədər eləyir? 500 Ancaq 24'dür. 24. 550. 22-ni də bölsən 550-yə 550 eləyir bu. Hə, vurursan 100-ə. Bəli. Yəni 22 bölək 550 vuraq 100. Bu da eləyəcək 4. D variantı. Fatimə və Aylin. Afərin. Yaxşı. Başa düşürəm. Çox sağ ol. İndi 87-ci sualda mən 87-ci sualı şifahi demişdim. Burada yazılı şəkildə tələb olunur. Yadınıza saxlayın. Sıxlıq toplanılmayan kəmiyyət. Sıxlıq, qatılıq. Bunlar toplanılmayan kəmiyyətdir. Burada mayələri bir-birə reaksiya daxilimiz hansı ifadələr doğrudur? Yadınıza saxlayın. Sıxlıqdır, yazıram buram. Rho. Sonra qatılıqdır, S, molar qatılıq. Ondan sonra omega bu kütlə payıdır. Sıxlıq niyə deyilir? Nə deyilir? Sıxlıq. Sıxlıq əslində fizikadan da məlumdur ki, 1 kub O metr. keçdiyimiz sıxlıqdır. Hə. 1 kub metrdə Anladım. olan maddənin kütləsi. Bildim ama. Omega toplanılmayan kəmiyyətdir. Ondan sonra qatılıq toplanılmayan kəmiyyətdir. Rho toplanılmayan kəmiyyətdir. Bax belə. Amma burada toplanılan kəmiyyətlər istəyir. 1-2-ni toplaya bilərik. 2 dənə məhluldur. Deyək ki, əlimizdə 50 milli məhlul var. Təzədən digər stəkandan da 100 milli tökürəm. Mən bunu qarışdıranda toplaya bilərəm. Maddə miqdarı yenə elə. Amma sıxlığı toplaya bilmərəm. Sıxlıq toplanılmayan kəmiyyətdir. Omega toplanılmayan kəmiyyətdir. Qatılıq toplanılmayan kəmiyyətdir. Bunu bir tərəfə qeyd edin. Burada toplanan kəmiyyətlər istəyir 1-dən 2-dir. Niyə mən məsəl üçün deyirəm, qatılığı toplaya bilmərəm? Məsələn, mən əlimdə bir stəkanda qatı şirin çay məhlulu var. 5 çay qaşığı tökmüşəm, almışam qatı bir məhlul. Digər stəkanda isə 1 çay qaşığı tökmüşəm, duru məhluldur. Mən onu götürüb ikisini bir-birinə qatışdırıb bir qaba töksəm, onun qatılığı lap mı çoxalacaq, yoxsa azalacaq? Təbii ki, azalacaq. Çünki baxmayaraq ki, sən bunların ikisini qatışdırmısan, onların qatılığını toplaya bilməzsən. Qatılığı çox olan ki, mən çox şirin eləmişdim, onun şirinliyi azalacaq. Qatılığı az olan, mən ona bir çay qaşığı tökmüşdüm, qatılığı azdır, durudur, onun şirinliyi artacaq. Niyə? Bunları qatışdırdım da, orta şirinlikdə bir şey alacam. Deməli, qatılıq toplanmaz kəmiyyətdir. Mən onları toplaya bilmərəm. Sıxlıq yenə elə, müxtəlif sıxlıqdır. Birinin sıxlığı azdır, birinin sıxlığı çoxdur. Mən onu qarışdıranda orta sıxlıqla alacam. O demək deyil ki, mən bunları üst-üstə gələcəm. Amma M1 dən M2 kütlədir, maddə miqdarı bunlar toplanan kəmiyyətlərdir. Hə, 88 suallıdır. 88 suallıdır. Bəli. 88 biraz məntiqdən tapın uşaqlar. Baxın, bir-bir mən sizə yolunu göstərirəm, bu dəqiqə eləyin. Bir-bir hər bir qabda qatılığını hesablayırsınız. Hansında qatılığı azdırsa, bu ortadakı klapanı açanda onun qatılığı çoxalacaq. Yenə bax dediyim misaldır. 2 dənə şirin çayı qarışdırıram. 2 şirin çayı qarışdırıram. Birinin şirinliyi çoxdur, birinin şirinliyi azdır. Mən onları qarışdıranda şirinliyi çox olan, şirinliyi az olacaq, yəni orta ölçüdə olacaq da. Şirinliyi az olanın isə qatılığı çoxalacaq deyə biraz orta şirinlikdə çay içmək olar. Hətta evdə də bunu sınaya bilərsiniz. Bir qatı şirin, bir də görsən uşaqlarda olur evdə. Birinə çox şirin çay eləyirəm, bilmədən 4-5 çay qaşığı tökürəm də. Digərinə artıq bir çay qaşığı töküb əlimi saxlayıram ki, bunların ikisini qarışdırsam, bir-birinə töksəm, şirinliyi orta alacam. Yəni deməyim odur ki, qatılığı çox olan azalacaq da. Siz də uşaqlar bir-bir hər birinin qatılığını hesablayırsınız. Hansının qatılığı çoxdursa, hansının qatılığı çoxdursa, o azalacaq, qatılığı az olan artacaq. Hələ demə.
sən yaxşı məntiqli uşaqsan, amma az çalışırsan. Ona görə hələ demə. Bilirəm, sən havada tutursan sözü, məntiqli uşaqsan. Digər ki, istədiyim qədər oxumursan. Ona görə gözlə. Düzdür. Düzdür, düzdür. Atdım da. Düzdür, düzdür Fatimə. Mən bütün hamısını da artmaz. Ben bunu yazmıştım. Yox. Biraz düşünək. Müəllimə yazdım. Yox, yox. Düz deyil. Mayna sən də cavab at. Aylin düzdür. Ben 2 ile 3 birbirine beraber, birbirine diyen beraber de. Bərabərdir. Bəs qatılıq artar deyir burada. Birincisi o beraber paylanırdı hamısında birincisini, ikisini de açandan sonra. Mənə lazımdır hansı artar? Hansı artar? Hansı tıxac açılsa mənim. 2, 3 Fərqi artmır. yoxdur ki, mən sizdən soruşuram. Yox. 2, 3. Hansının qatılığı azdırsa onda artacaq da. Mayna, evdə şirin çay hazırlayırsan. Bilmədən şəkəri pesoku çox döktün. Gətirib üstünə biraz töküb onu durulaşdırmaq olar da. Təcili desəm bunu edirsən, təzə şirin çay hazırlamayıb, elə onu töküb qarışdırmaq olar. Yəni deməyim odur ki, qatılığı az olanın çox olanla qatışdırsam, az olan artacaq, çox olan azalacaq. Baxın, birincidə 18 bölək, 18 üstə gələk 54. Heç bunu Vaqif məsələn mən bildim ki, hesablamayıb. Sadəcə 18 bölək 18 üstə gələk 54 eləyib. Baxanda görürsən ki, rəqəm kiçik rəqəm alınacaq istər-istəməz. 18-i bölürsən 60, 72-yə. Gör, bu da eləyir 5də 1, 20% eləyir. 20% burada. 4-də 1 20%. 4də 1 yox, 5də 1 eləyər bu. 20%. Çünki maddə bölək məhlul da 18 ilə 54-ün cəmi. 18 bölək 72 eləyir, o da 5də 1 eləyir, 20%. İndi bura gəlirik. 100 bölək bunların ikisinin cəmi. Verməm, 4'te 1 eləyir. 4də 1 eləyir. Bəli. Hə, olsun 4də 1, olsun 25%. Hə, indi gəldim 100 bölək 100-dən 2 deməli duzdan suyun cəmi 100 bölək 200. Necə 50%? 50%. Bu dərəcə 50%. Hansı kiçiksə o artır da. O biri də 50% eləyir. Bəli, hansı kiçiksə onu açıram. Kiçik olan artır. Niyə? Bunlar hamısı bir-birinə qarışır axı. Hamısı bir-birinə qarışır. Qarışanda da nə olur? Çox az olan çoxalacaq da. İstər-istəməz biraz çox qatılıq olacaq. Bunlar hamısı bir-birinə qarışır. Dediyim kimi 1 çay qaşığı tökdüyümüz şirin çayın qatılığı artacaq. Çünki mən ora qatı bir şey qatmışam. 89'u deyib. De. 86'da 42 olur, o da 50% eləyir. 86 olur, 89. 89 nömrəni işləyirik. Bəli. Burada ne variantdır? Birinci də 50% eləyir, ikinci də 70. 84. Bu 50%'dir. Üçüncüdə də 92 bölək ikisinin cəmi 184. Bu da 50%'dir. Amma ikincidə 150 bölək 250 bu 75% eləyir. Hansılar Mən az? 94'ü niyə bölürük? Hə? 94'ü niyə bölürük? 94'ə böldüm. 92 bölək 184. Ha, Hə, heç nə. İkisində 50% edir, bunda 75% edir də. Hansılar azdırsa onlar artır. Başa düşdün? bəli. Sonra burada başqa sualınız?
Var mı da başqa sualınız? Xeyr, mənim burada yox. Burada. Var sualınız burada? 106 var. 106. 106'ya qədər sual olan. Mənim 104. 104. 184 qram 10% sulfat məhlulu üzərinə 16 qram kükürt trioksidi əlavə edilərsə, məhlulda sulfat turşusunun kütlə payını müəyyən edin. Baxın. 184 qram 10%, yəni 184-ün 10%-i 18,4 eləyir. 184-ü vursan 10-a bölsən 100-ə. Hə? Troksid. Trioksid bax budur formula SO3. SO3-dür. Yəni o formulunu bilmirsiniz, zərər yoxdur. Bilmədiyiniz şeyi məndən soruşa bilərsiniz də. Deməli 18,4 qram sulfat turşusu var. Bu 184-dən də 184. Onun 18,4-ü sulfat turşusu, yerdə qalanı sudur da. Ona görə nə edirik? 184-dən çıxıram 18,4-dür. Bu eləyəcək 165,6. 165,6. Bu elədi nə? Sulfat turşusu H2SO, daha doğrusu su. Bu da eləyəcək sulfat turşusu H2SO4. Təzədən 16 qram kükürt trioksid əlavə edilərsə, 16 qram kükürt trioksid, yəni SO3 əlavə olunur. SO3 də, yəni bunu əslində çətinlik çəkə bilərsiniz. Çünki sulfat turşusu dərsinə keçməmişik. Keçsəz bilərsiniz ki, SO3 çox higroskopikdir. Higroskopik yəni özünə su çəkicidir. Su çəkir də, harda olsa özünə su çəkir. Ağzı açıq saxlayan kimi özünə su çəkir. Dərhal sulfat turşusu əmələ gətirir. H2SO4. Yəni bu SO3-ü onun içərisinə atanda SO3 kimi qalmayacaq. Tez gəlib onun içərisindən su çəkəcək özünə. SO3-ün də özünün kütləsi 80 qramdır. Baxın, 80 qram özünə 18 qram su birləşdirər. Bax, bu 1 moldur da. 1 mol da 80 qramdır. H2O-nun da 1 molu 18 qramdır. 80 qram özünə 18 qram su birləşdirər. Bəs 16 qram nə qədər su birləşdirər? Onda da 5 dəfə az eləyir də. 18 bölək 5, bu da eləyəcək 3,6. 3,6 qram su birləşdirər. Deməli, mənim suyum 165,6 qram var idi. Bu SO3 gəldi, suya düşən kimi başladı oğurluq eləməyə. Gəldi 165,6-nın içərisindən 3,6 qram suyu oğurladı, getdi. Yerdə nə qədər qaldı? Yerdə qaldı 162 qram. 162 qram. Deməli, mənim əmələ gələn yeni H2SO4 əmələ gəlir və əvvəldə də var idi 18,4. Hələ bunları da toplamalıyım. Mənim suyum, su yazıram. Bax, M su. Sonda elədi, son. Bax, sonda yazıram. M su 162 qram. Niyə? 165,6 var idi. SO3 gəldi. 16 qram SO3 gəldi. Onun içərisindən 3,6 qram oğurladı, getdi, qaldı 162 qram. İndi mənə baxım, görüm həll olanım kimdir? Bax, burada sulfat var idi. İçərisinə SO3 tökdülər. Mənim həll olanım kimdir? Deyirəm ki, SO3 düşən kimi dərhal özünə su birləşdirir, çevrilir H2SO4-də. Orada da SO3-dən bir əsər əlamət qalmır. Suyu özünə lazım olan qədər suyu birləşdirir. Və baxaq görək nə qədər sulfat əmələ gəlir. Əvvəldə 18,4 sulfat var idi. İndi görüm nə qədər əmələ gələcək. 80-ə 98-dirsə, 16-ya 5 dəfə az edir. Yəni 98 bölək 5, o da eləyəcək 19,6. Deməli, 18,4 var idi. Plusda üstünə gəldi 19,6. Cəmi nə qədər elədi? Cəmi elədi 38 qram. Deməli, sonda M su 162 qramdır. M maddə də 18,4 var idi. Əvvəlki məhlulda var idi. Təzədən SO3-ü tökəndən sonra yenidən 19,6 qram, daha doğrusu nə qədər elədi? Hə də 19,6. 19,6 qram yarandı. Cəmi elədi 38 qram. Sonda nəyim var mənim? 38 qram maddəm var. 162 qram suyum var. Bunları qarışdırıb alıram məhlul. İndi kütlə payını necə tapıram? Omega bərabərdir. Maddə, yəni 38 qram. Bölürəm maddə ilə suyun cəminə 162 üstə gələ 38. Bu da eləyir 200. Vuraq 100. 38-i də 2-yə böləndə bundan bu iftar gedir. Eləyəcək 19%. 19%. Kim uşaqlar başa düşmədi? Mənə cavabı desin.
Daha doğrusu mənə desin, mən bir də izah eləyim. Silməmiş. Həmin temperaturda doymuş məhlul hansıdır? Deməli 106-da nə deyir? Həll olunma əmsalı 1500 qram bölünmüş litrdir. Yəni 1500 qram duz 1 litr suda, yəni 1000 qram suda həll olub. Məhlulum nə qədər olub? Məhlulum olub 2500. 2500 qram məhlulum. İndi deyir ki, x qram 30% məhlulundan minimum neçə qram su buxarlandırmaq lazımdır ki, həmin halda doymuş məhlul alınsın. Doymuş məhlul alınsın. Hə, heç bu məhlulu hesablamağa gərək yoxdur ki, elə K bizə bəs eləyir. Deməli, x qram 30% deyirsə, x-in 30%-i eləyir 0.3 x-da. 0.3 x mən qədər duzum var, 0.3 x qədər duzum var. Suyum nə qədərdir? Suyum. X-dan 0.3 x çıxanda 0.7 x qədər də mənim suyum var da. Ondan deyirəm, minimum neçə qram su buxarlandırmaq lazımdır ki, həmin temperaturda doymuş məhlul alınsın. Doymuş məhlul alınsın. Bax, bu düsturdan eləyəsiniz. Buradan gedib A-nı tapacaqsınız uşaqlar. Bir də izah edirəm. X-in 30%, yəni 0.3 x qədər mənim duzum var. Həll olma əmsalı nəyə bərabərdir? Maddə bölək M su. Maddəm 0.3 x-dir. Suyum x çıx 0.3 x. Yəni x-in 0.3 x-i duz-duza yerdə qalan su eləyəcək də 0.7 x qədər sudur. Ondan nə qədər su buxarlandırmaq lazımdır? Yəni suyu çıxart. A qədər su uçsun getsin. Bilmirəm. Nə qədərsə su buxarlandırandan sonra sən doymuş məhlul alacaqsan. Doymuş məhlul üçün də həll olma əmsalı burada verilib də 1500. Buxarlandırandan sonra demək istəyir ki, həll olma əmsalının K-ın eləyəcək 1500. Həll olma əmsalı buxarlandırandan sonra 1500 eləyəcək. Yəni A qram su buxarlandırılır. Buradan da tənasübdən gedib A-nı tapacaqsınız. A-nı tapmaq mümkündür.